Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Müqəddəs Quran-ı Kərimi yeni məzmunla sadələşdirilmiş, sürətli, asan, üsunlu anlama dərslərimizi davam etdiririk inşallah. Bu dərsimizdə Quranda 1295 dəfə təkrarlanan şəxs əvəzliklərini öyrənəcəyik. Huvə, o. Quran-ı Kərimdə 481 dəfə təkrarlanır və huvə, fəhuvə, ləhuvə kimi rast gəlinir. İxlas surəsi 1-ci ayə. Kul huvallahu əhəd. Kul denən, huvə, o, Allah, əhəd. Allah əhəddir. Hum, onlar. Quran-ı Kərimdə 444 dəfə təkrarlanır və hum, fəhum, əhfum, əfəhum, ləhum kimi rast gəlinir. Bəqərə surəsi 82-ci ayə. Ulaikə əshabul cənnət. Hum fihə xalidun. Ulaikə, onlar, əshabu, əhlidirlər, cənnət, cənnət. Hum, onlar, fihə, orada, xalidun, əbədi qalacaqlar. Əntum, əntə, əntə. Quran-ı Kərimdə 81 dəfə təkrarlanır və əntə, fəəntə, əəntə, fəəntə, ləəntə kimi rast gəlinir. Ənbiya surəsi 87-ci ayə. La ilahə illə əntə, subhanəkə. İnni kuntu minəz zalimin. La, yoxdur, ilah, ilah, illa başqa, əntə, səndən, subhanəkə, sən paksan, inni, mən həqiqətən, kuntu, oldum, min, dandan şəkilsidir, zalimin, zalimlardan olmuşam. Əntum, Quran-ı Kərimdə 185 dəfə təkrarlanır. Əntum, siz deməkdir. Fəəntum, fəəntum, əəntum, əfəəntum, ləəntum, həəntum kimi rast gəlinir. Kafirin surəsi 3-cü ayə. Və lə əntum əbidunə mə əbud. Və lə deyilsiz, əntum, siz, əbiduna, ibadət edənlər, mə əbud. O ki, mən ibadət edirəm. Mənim ibadət etdiyimə siz ibadət edən deyilsiz. Ənə, mən deməkdir. Quran-ı Kərimdə 68 dəfə təkrarlanır. Və ənə, fəənə kimi rast gəlinir. Və lə ənə əbidun mə əbəttum. Və lə deyiləm, ənə, mən, əbidun, ibadət edən, mə əbud, əbəttum ki, nəyə siz ibadət edirsiniz? Növbəti şəxs əvəzliyimiz nəhnu, biz 86 dəfə təkrarlanır və ənəhnu, lənəhnu, ənəhnu kimi rast gəlinir. Hicr surəsi 9-cu ayə. İnnə nəhnu nəzzəlnə zikriyə. İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhəfizun. İnnə həqiqətən, şübhəsiz biz, nəhnu, biz, nəzzəlnə, nazil etdik, zikrə. Zikri Quranın adlarından biridir və innə, şübhəsiz biz, ləhu, onu, ləhəfizun, hifz edəcəyik, qoruyacağıq. İndi isə bu şəxs əvəzliklərini özünüzü yoxlamaq üçün fasilələrlə çalışın. Fasilələr olduqca səsləndirəsiniz. Huvə, o, hum,
Onlar, əntə, sən, əntum, siz, ənə, mən, nəhnu, biz. Xahiş olunur ki, sizlərdən bildiyiniz bu kəlmələrə uyğun ifadələri yazmaqla, Qurani-Kərimdən ifadələr yazmaqla həm özünüzün, həm də başqalarının öyrənməsinə vəsilə olmağınızı rica edirik. Bununla da dərsimizi yekunlaşdırdıq və rəhmətullahi və bərəkatuhu. Allah'a əmanət olun.